Salam, informasiya təhlükəsi ilə bağlı qəbula düşmüş bir suala baxırıq. Deyir ki, mobil təhlükəsizlik üçün ən qabaqcıl təcrübələrə aiddir soruşur bizdən. Birincili gəlin oxuyaq. Deyir ki, ictimai Wi-Fi şəbəkələrindən istifadə etmək. Yəni, söhbət public Wi-Fi-lərdən gedir. Əslində, public Wi-Fi-lərə qoşulanda biz təhlükəsizliyimiz üçün çox da risklidir. Niyə görə? Çünki public Wi-Fi-lər bilirsiniz ki, şifrələnməmiş Wi-Fi-lərdir və biz həmin şəbəkəyə daxil olanda artıq bizim məlumatlarımızın ələ keçirilmə ehtimalı çox yüksək olur. Deməli, birinci yanlışdır. İkinci, təhlükəsizlik proqramını quraşdırmaq. Təhlükəsizlik proqramı deyəndə əlbəttə bilirsiniz ki, antivirusları nəzərdə tutur. Yəni, bu tədbirlərə aiddir. Üçüncü, uzaqdan izləmə və silinmə funksiyalarını aktivləşdirmək. Bəli, bu da ən yaxşı variantlardan biridir. İki faktorlu, yəni faktor identification'dan söhbət gedir. Təbii ki, bunu istifadə etməliyik. Məsələn, tutalım ki, həm parol istəyir, həm Face ID istəyir. Bu nə olacaq? Faktor identification. Mobil tətbiqlərdəki bütün icazəni aktiv etmək. Baxın, bu həmişə yanlış olacaq. Niyə bütün icazələri aktiv etməliyik? Baxın, icazə aktivləşdirilən zaman həmişə birinci oxunmalı, bundan sonra tətbiq edilməlidir. Deməli, düzgün variant olacaq 2, 3 və 4.